Bağışlayan və mehriban Allahın adı ilə salamlayıram hər birinizi dəyərli tamaşaçılar. Allah oruc namazlarınızı qəbul eləsin. İnşallah ki, Ramazan ayının mənəvi məqamlarından, bu gözəl günlərdən ən yaxşı surətdə istifadə edə biləsiniz. Bugün Ramazan ayının 8-ci günündə yenə sizinlə birlikdəyik və gözəl bir ayə ilə sizin qarşınızdayıq. Sözsüz ki, Quranın hər bir ayəsi faydalıdır istifadə edə bilən üçün. Necə ki, Qurani Kərimdə məhz Allah Taala neçə dəfələrlə təkrar eləyir ki, biz yer üzündə, asimanlarda, yerin üzündə, dənizlərdə nişanələr qoyduq. Yalnız düşünə bilənlər üçün. Məhz bu ayələr də düşünə bilən şəxslər üçündür ki, ən yaxşı istifadəni də məhz onlar edə bilir. Ənam surəsi 152-ci ayədə, yəni Quranın 8-ci cüzündə Ənam surəsi 152-ci ayədə Allah təbarək və təala buyurur. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Və izə qultum fa'dilu və ləv kənə zə qurbə. Burada gündəlik, yəni rastlaşdığımız və çox mübtəla olduğumuz bir mövzu barəsində Allah təala çatdırır. Deyir ki, hakim və şahid kimi və ya fətva vermək məqsədi ilə danışanda, hətta qohumlarınız barəsində olsa belə ədalətli ol. Yəni, ədalətli olun, yəni insaflı olun. Ədalətə riayət edin. Baxın, yəni hardasa qəzavət edirsənsə, şəhadət verirsənsə, hansısa bir şəxs haqqında danışırsansa, kiminsə sözünü dinləyirsənsə, mütləq və mütləq danışanda, hətta qohumların, ən yaxın şəxslərin barəsində belə çalış ki, ədalətli olasan. Çalışın, ədalətli olun. Bəs Allah Taala bizi danışıqda, qəzavətdə, hökm verməkdə, insanların həyatını təhlil etməkdə, insanların rəftarları haqqında qəzavətlər etməkdə ədalətə dəvət edir. Gəlin qəbul edək ki, insanların çoxsu, yəni məhz özü barəsində vəkil olur. Özü barəsində qəzavətlər olanda vəkil olur, yəni müdafiə edir, müdafiə xarakterli rəftar edir. Lakin kiminsə barəsində olanda hakim olub rahat şəkildə qəzavət verir. Bu ayədə çox nöqtələri biz çatdıra bilərik. Mən istəyirəm ki, bu ayələr barəsində biz daha geniş danışaq. Məsələn, hər hansı bir şəxs sizin sevdiyiniz və yaxın şəxsinizdir. Çox əziz olan bir şəxsdir. İndi kiminləsə arasında narazılıq olub, söz söhbəti olub, tək tərəfli dinləməyək, tək tərəfli qəzavət eləməyək. Bugün baxırıq ki, insanlar haqqında danışmaq çox rahat və ucuz bir şey olub. Keçmiş zamanlara baxanda insanlar dinlə elə də tanış olmasalar da, Quranı elə də bələd olmasalar da və şəraitləri, imkanatları bizdən az olsa da, onlar daha belə deyək ki, çox riayət edirdilər və rahat şəkildə kiminsə abır-həyası haqqında, kiminsə yaşayış tərzi haqqında, ruzisi haqqında, keçmişi, gələcəyi haqqında, namusu haqqında rahat şəkildə danışmırdılar. Bugün biz görürük ki, hər şey o qədər adiləşib ki, insanlar haqqında hökm vermək, yəni bilmədən hökm vermək çox rahat olub. Çox rahat olub. Halbuki İslam bu şeyləri çətin tutur. Hətta İslamda hər hansı bir şeyi sabit etmək üçün müxtəlif şahidlər olmalıdır. Qadındırsa neçə şahid, kişidirsə neçə şahid. Amma biz bugün çox rahat şəkildə toplantılar qururuq, toplaşmalar olur və rahat şəkildə əyləşirlər orada çay süfrələrində, şirni süfrələrində kiminsə abır-həyasını ortaya qoyurlar, kiminsə haqqında qəzavətlər eləyirlər. Çünki insanlar haqqında danışmaq, sadəcə danışmaq çox rahatdır. Amma insanlar haqqında sabah cavab vermək heç də rahat olmayacaq. Və Quran bizi dəvət edir ki, danışan zaman, şahidlik eləyən zaman, hansısa bir sözləri dilinizə gətirən zaman çalışın ədalətə riayət eləyəsiniz. Hətta o şəxslər sizin ən yaxınlarınız olsa belə. Bəs deməli, Allah Taala bizi doğru danışmağa, doğru və ədalətli, obyektiv belə deyək yanaşmağa dəvət edir. Nəinki kiminsə tərəfkeşliyini edək. Və İslamda həmişə bu dəstəklənir ki, əgər kiminsə haqqında hökm veririksə, mütləq həmin şəxsin özünü də dinləyək və tək tərəfli qəzavətlər eləməyək. Eşitdiyimiz şeylər əsasında
qəzavətlər eləməyək. Əsasən də bu daha çox təəssüf olsun ki, xanımların məclisində baş verir. Qeybət məclisləri, qeybət toplantıları olur. Gəlin bir çay içim adı ilə, iftar verim adı ilə, bir də görürsünüz ki, məhz Ramazan ayında elə iftardan sonra şirin-şirin qeybət məclisləri təşkil olunur. Bu yüzden də diqqət edək. İsra surəsi ayə 53-də yenə də Allah Teala bu məsələyə işarə edir. Mən ayənin mənasını çatdırmağa çalışacağım sizə. İsra surəsi ayə 53-də Allah Teala deyir ki, bəndələrimə de ki, gözəl olan sözlər danışsınlar, yəni yaxşı sözlər danışsınlar. Çünki çirkin və məntiqsiz sözlər səbəb olur ki, şeytan onlardan sui-istifadə eləsin və sizin aranızda yəni mübahisələr, qalmaqallar salsın. Deməli, şeytanın ən yaxşı silahlarından biri insanın məntiqsiz və çirkin danışıqlarıdır, pis danışıqlarıdır. Əgər hətta hansısa bir şeyi görmüşüksə, şahidi olmuşuqsa, onu rahat şəkildə dilə gətirməyə icazəmiz yoxdur. Bəs deməli Allah Teala deyir ki, danışığımızda ədalətə riayət edək, hətta əgər yaxınlarımız barədə danışıq olsa belə fərqi yoxdur. Özümüzə icazə verməyək ki, hamı haqqında rahat şəkildə hökm sürək. Amma əməl etmək üçün tutaq ki, məsələn, hər hansı bir şəxs bu cür şeylərə mübtəla olub. Bəs necə tövbə eləsin, necə əməl etsin? Əvvəla indi tövbə ayıdır. Allahın insanlara öz rəhmət qapısını daha geniş surətdə açdığı bir aydır. İlahi süfrəsini açdığı bir aydır. Bəs bu ayda məhz tövbənin yeridir. İkinci növbədə əməl etmək üçün bəzi şeylər var ki, onlara riayət etmək lazımdır. Məsələn, şahidlik gərəkəndə, şahidlik lazım olanda bir tərəfli dinləyərək, hətta adicə, məsələn, ər-arvad münasibətlərində təkcə məsələn bəyin sözünü dinləyərək xanımı mühakimə etməyək. Mütləq iki tərəfi də dinləyək ki, düzgün qəzavət edə bilək. Şahidlik və qəzavət məsələsində bir tərəfli dinləməyək və adil olaq. Hətta yaxın dostlarımız barəsində ola bilsin ki, bizə hansısa xəbərləri gətirsinlər və bu xəbərlər hətta həqiqətlərə uyğun da ola bilər. Çünki indi insanlar hətta o qədər şeytani proqramlar qururlar ki, yaxşı danışılan sözləri belə dəyişdirib pis mənada çatdıra bilirlər. Bəs deməli diqqətli olmaq lazımdır. Ədalətli olmaq lazımdır. Bəs biz həmin şəxsi danışmaq şansı verək və dinləyək, ondan sonra qəzavət edək. Bu birinci məsələ. İkinci məsələ budur ki, ixtilaflar olanda niyə, nə üçünsüz qəzavət etməyək? Mütləq araşdıraq ki, bu ixtilaf niyə baş verib, nə üçün baş verib? Əgər arada hansısa bir narazılıq varsa, səbəbkar kimdir, nə səbəb olub buna? Və hətta Hucurat surəsində belə neçə əxlaqi nöqtə var ki, sizə xəbər çatdırıldığı zaman mütləq araşdırın, araşdırmamış qəzavət etməyin, suizən etməyin bir-birinizə. Və üçüncü mərhələdə isə ən gözəl üsullardan biri budur ki, hər danışıqdan öncə və əvvəl özümüzə sual verək. Məsələn, bir sözü danışmaq istəyirik. Baxaq görək ki, bu sözü nə məqsədlə deyirik? Hədəfimiz nədir bu sözü danışmaqdan? Bu sözü danışsam nəticəsi nə olacaq? Ən azından müdriklərdən biri belə buyururdu ki, bir sözü danışmazdan öncə çox demirəm, çox az bir, məsələn, bir dəqiqə, bir 10 saniyə ən azından özünüzə düşünmək fürsəti verin ki, bu sözü dilinizə niyə gətirirsiniz? Və bu sözü danışanda bu sözüm düzdürmü, yerindədirmi, deyimmi, nəticəsi nə olacaq? Ədalətlidir yoxsa ədalətli deyil? Bəs deməli, hər sözü danışmaq icazəli deyil. Hətta bəyənilməyən sözlər bəzən hansısa düşmənçiliklərə gətirib çıxardır. Söz elə bir şeydir ki, söz vasitəsilə insan neçə, yəni dəstələri bir-birinə düşmən də eləyə bilər. Ola bilər ki, düşmənləri bir-biri ilə dost da eləsin. Nə çox dostlar olub ki, söz gəzdirənlər və söz sayəsində düşmənçiliyə çevriliblər və ayrılıqlar baş verib. O yüzdən də əzizlərim, məhz Ramazan ayında, məxsusən də hədislərdə də bu barədə gəlibdir ki, Peyğəmbərin huzuruna bir xanım gəlir, deyir ki, mən oruc halındayım. Peyğəmbər deyir ki, üzr istəyirəm, qaytar yediklərini, sən oruc
oruc deyilsən və əmr elədikdən sonra Peyğəmbərin sözündən onun ağzından, yəni çox üzr istəyirəm, tikə ətlər və laxta kimi qanlar tökülür. O deyir ki, sən bugün, Peyğəmbər ona buyurur ki, sən bugün öz qardaşlığın filan kəsin qeybətini eləmisən, sən öz iftarını filan kəsin əti ilə, qanı ilə etmisən. Bəs deməli, bu məsələni ciddi tutmaq lazımdır. Oruc tutmaq sadəcə ac qalmaqdan ibarət olmamalıdır. Eyni zamanda bizim zehnimiz də, düşüncələrimiz də, qulağımız da, dilimiz və gözümüz də oruc halında olmalıdır. Yəni, günahdan pəhriz etməlidir. Hətta adi olan bir çox sözlərdən belə pəhriz etməliyik. İnşallah ki, bu istiqamətdə Allah Taala bizə tövbə nəsib eləsin ilk növbədə və daha sonra isə sabit qədəm olmağa kömək eləsin, özümüzü islah etməyə, tərbiyə etməyə kömək olsun inşallah. Allah sizi müvəffəq eləsin. Sabah görüşmək ümidi ilə sağ olun, salamat qalın.